İkincidən mən dərs alıram. Ha, şeydə, məktəbdə Bəli. bəvəllər qoşulurdun axı. İmaçda olmayanda Tamam. hazırlığım olur düşüncə. Nə eləmirsən? Hansı test eləmirsən? Python'a tam baxamam ki, amma modelə adı nə yazılacaq? Algoritm deyirsən. Neçəni eləmirsən algoritmdən? Baxaq algoritmə. Hamısı yazmışam. Hamısını? Sualın var, yoxsa yox? Var içində. Hə, onda de suallarına baxaq. Dəqiq açım algoritmi. 10 neçədədir? Denən həmin bölməni açım mən birbaşa. 10.1. Sən algoritmə baxmışdıq biz. Məncə baxmışdıq deyəsən. Gözü açma 10.1-i. Birinci oradan buradan suallara baxdıq. Hə, tamam. Dünən keçən dəfələ mətndən Pythona baxdım videosuna, göndərmişdim videosunu. Bəli. Pythonla testlər eləmişdik. Yaxşı, 10.1. Tamam. De gəlsin 10.1-dən. Birincidən 8. Aha. Bax, burada deyir ki, algoritmin hansı xassəsi pozulmuşdur. Asim burada bir üsul tapıb. Deyir ki, müəllim, burada qüvvət əməli istifadə edilmişdir. Yəni, birinci ədədin üstü ikinci ədəd. 2-nin kubu 8 edir. 3-ün kvadratı 9 edir. Amma 4-ün kvadratı 12 etmir. 16 edir. Deməli, Asim bir dənə üsul tapıb ki, birinci ədədin üzərinə ikincini qoyursan, qüvvət kimi hesablayırsan. Amma ödəmir. Fikir ver. 4-ün üstü 2, 16 edir. Amma burada 4, 2, 12 yazılıb. Deməli, Asimin qurduğu algoritm bütün məsələləri həll etmədi. Bu hansı xassənin pozulması idi, Turan? Kütləvilik. Bir məsələnin həlli üçün qurulmuş algoritm həmin tipdən olan digər məsələləri həll etmədi. Sonra? İkincidən var, 17. 17? Bəli. Tamam. Dəqiq 17-yə çevirim. Boy. Hə, 10.2-də 17. Mən elə 10.1-də 17. Aha. Bunu sən yaza bilərsən axı. Bax deyir ki, algoritm əmrləri yerinə yetirmə ardıcıllığını göstərilən oxlarla birləşdirən bloklar. Bu hansı idi, Turan? Bloklar. Bir dəqiqə suala baxın. Qrafik təsvir, sözlə təsvir, proqramlaşma dilində təsvir. Uyğunluğu müəyyən edirik. Algoritmin əmrləri yerinə yetirilmə ardıcıllığını göstərən oxlarla birləşdirilən bloklar daxilinə yerləşdirilir. Bu hansı algoritm idi? B variantında şeydə. Yox, A. Bu A bunlardan hansına uyğun gəlir? Qrafikə, sözə yoxsa proqramlaşdırmaya? Sözlə. Bloklar deyir, qrafikə. Blok sxem, qrafik təsvir yəni. Algoritmin bu formasına əmrlər ardıcılığı yazılı və şifahi formadır. Bu hansına uyğun gəlir? Yazılı və şifahi. Yazılı və şifahi də sözlə. Bu sözlərdir, düzdür. Bu hansına uyğun gəlir? S. İkincilərdən Qrafik. Proqramlaşma dilində kodlar olur. Bu blok sxemdir. Adi blok sxem. Qrafik təsvirdir. Verilmiş məsələni dəqiq həll etmək üçün kompüterdə müxtəlif bu kodlardan istifadə olunursa bu hansıdır? Proqramlaşdırma 3D, düzdür. Bu da proqramlaşma dilidir, elə kodlardır. 1AC, 2B, 3D'yi. Cavab olur C variantı. Sonra 3-dən 8. 3-dən 8, baxaq. Bu düzbucaqlının sahəsi və perimetrin hesablaması algoritmində nələr daxil edilməlidir? Səncə nələr daxil edilir? Bu artıq sənin həndəsə biliyindir. Düzbucaqlının eyni məzunluğu da.
Aha. Sen Ha, tamam tamam. dördüncüne 27. Neçə? 4-də 27. Var. Baxaq. Yadına gəlir bunları səninlə işlədik. Nümunə kimi vermişdim sənə. 27. Bunun izahı var idi axı videoda. Bu demişdim ki, verilmiş n ədədin Armstrong ədədi olub olmadığını təyin edən kod blok sxemdir. Armstrong ədədi bilirsən hansı ədəddir? Təfsir cevablarını ayrıldı. Yo. Bu məsəl üçün 153 Armstrong ədədidir. Bu ədədi təşkil edən rəqəm sayı neçə dənədir? 3 dənə. Ədədi təşkil edən rəqəmlərin qüvvətinə 3 qoyuruq. Yəni rəqəmlərin sayını qoyuruq. Və bunları topluruq. Axırdakı cəm yenə də 153-ü verirsə, yəni ədədin özünü verirsə, bu ədəd Armstrong ədəddir. Yəni ədədi təşkil edən rəqəmlərin sayını ədədi təşkil edən rəqəmlərin qüvvətinə qoyub toplayanda həmin ədədin özünü alırsa, bu ədəd Armstrong ədəddir. Aydındır? Var. Olur C variantı. 5-cindən 4. 10.5-də 4. Yəqin ki, bu işarəni bilməmisən, Turan. Bu işarə fərqlidir işarəsidir. Fərqlidir. Yəni 55-75-dən fərqlidirmi? İndi bunu özün yaz görüm. Elə başlayırsan suala. 55-75-dən fərqlidir? Hə. 55-75-dən böyükdür? Yox. Davam edirsən, fırlanırsan. Elə görüm. Elə bir dəqiqə gəlirəm mən, sən bitirənə qədər. Bərabər olana qədər davam edəcəksən. X-lə Y qapıda bir-birinə bərabər olacaq. Yox.
Bitirdin Turan? Bəli. Neçə aldın? 5. Hə, əla, super. Sonra de gəlsin. 20. Neçə? 25. 25? Bəli. Tamam, baxaq 25-ə. Aha. 1-dən 165-ə qədər nömrələnmiş sənədin nömrələnməsinə istifadə edən rəqəmlərin sayının hesablayan blok sxem verilmişdir. Buna əsasən A, B, C hərflərinin yerinə hansı ifadələr yazılmalıdır? Bax, 1-dən 165-ə qədər nömrələnmiş sənədin nömrələnməsinə istifadə edilən rəqəm. Bax, 1-dən 165-ə qədər sənəd çap olur və həmin sənədin nömrələnməsində, yəni 1, 2, 3, 4, 5, 10, 15, 100, 120, 165-ə qədər neçə dənə rəqəm istifadə edilibsə, o rəqəmlərin sayını istəyir bizdən. Onu tapmaq üçün deyir, bu blok sxemlə A-nı yerinə qoymalıyıq, B-yə nə qoymalıyıq, C-yə nə qoymalıyıq. İlk öncə bizdə K var, N var. Bunlar hərəsi K ilə N bir məlumatı saxlayır özündə. Bir baxıram görüm A bizdə nədir? Yazıb A bərabər A, bütün variantlara baxıram ki, N kiçik bərabər 165 və ya kiçik 165 yazıb. Bizə 165 nə idi? Nömrələrin sayıdır, düzdür? Səhifələrin nömrələrin sayıdır. Deməli, N bizdə nəyi bildirir? Səhifənin rəqəmini bildirir. Bizdə 165-ə qədər deyir, 165 daxildir yəni ora və 1-dən başlayır. Deməli, 165-dən kiçik nə olmalıdır? Bərabər olmalıdır. 165-dən kiçik bərabər olmalıdır. Deməli, C getdi, D getdi, Y getdi. İndi cavab ya A-dır, ya da B-dir. İndi fikir ver, deyir, əgər N 165-dən kiçik bərabərdirsə, hə, o zaman K-nın üstünə 1 gəlir. Və 9-dan böyük olanda hə nə gedir? Yox olanda birbaşa aşağı düşür. 9-dan böyük, yəni 1-dən 9-a qədər ayrı rəqəmlərdir. 9-dan sonra 2 rəqəmli ədədlər gəlir. Bu da 99-a qədər gedir. Fikir verirsən? Ondan sonra artıq neçə olacaq? 3 rəqəmli ədəd olacaq. Deməli, əgər ədədimiz bir rəqəmlidirsə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a qədər bir rəqəmlidirsə, üstünə 1 gəlir. Yox, əgər 2 rəqəmlidirsə, artıq burada K-nı 1 vahid artırırsa, 2 rəqəmli olanda K-nı 2 vahid artıracaq. Burada da 99-dan böyükdürsə, deməli bu 3 rəqəmlidir. O zaman da 3 vahid artıracaq. Vəsə, cavab olur elə A variantı. K plus 1, K plus 2, K plus 3. Birinci də şərti yoxlayır. 165-dən kiçik bərabərdir. Aydındır? Bəli. Allah. 30. Neçə? 30. Baxaq 30-a. Aha. Alqoritm fraqmentinin təyinatını müəyyən edək. Hə, bu şablon bir şeydir, Turan. Bunu yadda saxlamalısan. Bax, burada yazıb ki, ABC. Əgər A böyükdürsə, B-dən C-ni çıxanda, bu əslində 3 bucaqdır. Bax, A, B, C. Əgər bu tərəf bununla bunun fərqindən böyükdürsə, bu tərəf bununla bunun cəmindən kiçikdirsə, bu tərəf bununla bunun cəmindən kiçikdirsə, o zaman fikir versən olar. Əks halda olmaz. Bu da 3 ABC parçasından 3 bucaq qurmanın mümkünlüyünü təyin edir. Cavab olur A variantı. 33. 33? Bəli. Tamam, baxaq 33-ə. Sual işarəsinin yerinə hansı ifadə yazılmalıdır ki, bax, gör neynir? 1, 3, 5, 7, 9, 11. Bunlar hansı rəqəmlərdir, Turan? Tək ədədlər. Neynir? Tək ədədlər bir dəfə çıxır, bir dəfə toplayır. Bir dənə çıxır, bir dənə toplayır. Çıx 11, üstə gəl 13. Çıx 15, üstə gəl 17. Aydındır? Bir dənə çıxır, bir dənə toplayır. İndi,
Burada fikir ver. S bərabərdir 0, n bərabərdir 1. S bizə nəyi təyin edir? Cəmi təyin edir. 0-dan başlayır. N bərabərdir 1, k bərabərdir 1. Burada k bərabərdir mənfi k. Turan, nə vaxt belə bir yazılış görərsənsə, k bərabərdir mənfi k, x bərabərdir mənfi x. O bil ki, bax bu işarəni dəyişmək üçündür. Bir dəfə mənfi, bir dəfə müsbət. Bir dəfə mənfi, bir dəfə müsbət. Bir dəfə mənfi, bir dəfə müsbət. Aydındır? Bax, müsbət, mənfi. Deməli, bu nə edir? İşarəni dəyişir. K sadəcə olaraq işarəni dəyişmək üçün. 1 verib, bir dəfə olacaq müsbət 1, bir dəfə mənfi 1. Və nə edəcək? K-nı buradakı tək ədədlərə 1-1 vuracaq. Yəni, bir dəfə 3-ə vuranda, məsəl üçün, burada mənfi 1 vur 3 olacaq. Burada artıq müsbət 1 vur 5 olacaq. Aydındır bu formada. Və n-i 2 vahid artırır. N 1-dən başlayır, üstünə 2 gələndə 3, 3 üstünə 2 gələndə 5, 5 üstünə 2 gələndə 7. Bildik. K işarəni dəyişir. N ədədləri təyin edir. 1, 3, 5, 7. S də cəmi tapır. İndi bizə bax bunu istəyir. Deyir, n kiçikdir 100-dən. 100-dən kiçik olana qədər. Görə indi bizdən düsturu istəyir ki, düstur nə olacaq? Bax, yenə deyirəm. K burada işarəni dəyişirsə, bu K-nı mən hər dəfə n-ə vuracam. Yəni, S bərabərdir. S üstə gəl, S cəmi tapır, ümumi hamısının cəmini. Üstə gəlinə K vurulsun N. K nədir? İşarəni dəyişir, mənfi müsbət. Ədədini işarəyə vurmalıyam ki. Yəni, bir dəfə mənfi 1-ə vuracam, bir dəfə müsbət 1-ə vuracam. N də bizim ədədimizdir. 2 vaydı, 2 vaydı artır. Cəmində nə olacaq? S üstə gəl, N vur K. Cavab olur A variantı. Aydındır? Əhsən. 36. 36. Aha. Alqoritm fraqmentinin təyinatını müəyyən edin. Edək. Deməli, fikir ver, A sıfırdır, B sıfırdır. Bir dənə elimiz var. Deyir, əgər bu A sıfır n-dən kiçik bərabərdirsə, o zaman neyinə? İxtiyari bir dənə x ədəd daxil et. Bax, əgər A verilmiş n-dən ədəddən kiçikdirsə, o zaman ixtiyari bir x ədəd daxil et. Özümdən ədəd daxil edəcəm. Əgər daxil etdiyin ədəd sıfırdan kiçikdirsə, yəni mənfidirsə, o zaman A-nı bir vahid artır. Yox, əgər sıfırdan kiçik deyil, sıfıra bərabər və ya müsbətdirsə, o zaman nə et? B-nin üstünə həmin o ədədi gəl. Yəni, əgər mənim ədədim mənfidirsə, sadəcə A-nı bir vahid artırır, yəni sayını tapır. Daxil edəcəyim ədədlərin neçəsi mənfidir. Yox, sıfırdan böyük və ya sıfıra bərabərdirsə, o zaman həmin ədədlərin özünün cəmini tapır. Birbaşa ədədin özünün cəmini tapır. Görə indi nəyi tapır bu? Daxil edilən ixtiyari n plus 1 sayda ədəddən mənfi olanların cəmini. Xeyr, mənfi olanların burada sayını tapır. Burada x olsaydı, o zaman cəmini tapardı. Daxil edilən ixtiyari n sayda ədəddən müsbət olanların cəmini. Tək müsbət olanları yox. Sıfıra bərabər olanlar da sağa gedir. Daxil edilən ixtiyari n sayda ədəddən mənfi olanların cəmini, yenə deyirəm, yox. Daxil edilən n plus 1 sayda ədəddən müsbət olanların cəmi yox, həm də bərabər olanları. Daxil edilən ixtiyari n plus 1 sayda ədəddən mənfi olmayanların cəmini. Bax, bu düzdür. Mənfi olmayanların cəmi. Yəni, 0 və müsbət olanların cəmi. Cavab olur Y variantı. Aydındır? Əla. 40. Neçə? 40. 40. Alqoritm təyinatını müəyyən edək. A daxil edir, B daxil edir. Deyir, əgər B sıfıra bərabərdirsə, o zaman misal bitəcək və çapa A gedəcək. Əgər sıfıra bərabər deyilsə, o zaman T bərabərdir A-ya. Bu nədir? A bərabərdir B-yə. B bərabər T faiz B. Yəni, T-ni B-yə bölür, qalığı tapır. Əslində, bu T ilə A deməkdir. Birinci ədədi ikinciyə bölür, qalığı tapır. Səncə bu nəyi tapar?
Ay sağ ol, düzdür. Niyə? Çünki bölüb qalır. Elə böləndə tam əldə olmalı, daxildə. Hə? Tam bölənədə də tapır o. Axırda gəlib tam bölənədə tapacaq, o da A olacaq. Daha da bir A, B, əb olmuş. Düzdür. 44. 44. Baxaq 44-ə. Nə deyir? Blok çıxım nəyə hesablayır? Okay. N daxil edilir. S0, K1, E1. Deyir, əgər mənim daxil etdiyim I, yəni burada verilən I daha doğrusu, üzr istəyirəm. Burada verilən I N-dən kiçik bərabərdirsə, qoy biraz uzaqlaşdırım. Aha. N-dən kiçik bərabərdirsə, o zaman aşağı düş. S bərabərdir, S plus I vur I. S bərabərdir, S plus I vur I vur K. Bax, burada I vur I nəyi tapır? Kvadratını tapacaqdır, düzdür? I-nin kvadratını tapacaq. Deməli, A variantı getdi, yoxdur I-nin kvadratı. S getdi, D getdi. Cavab indi ya B variantıdır, ya Y variantıdır. Avtomatik buradan tutdum söhbəti. Bayaq mən sənə demişdim, Turan, bu neyinirdi? İşarə dəyişir, düzdür? Burada mənə fikir verir, B-də hamısı toplamadır, görsən? B variantı getdi, qaldı nə variantı? Y. Mənfi, müsbət, mənfi, müsbət. Aydındır? Cavab olur Y. Все, bu qədər çağırdı. Yəni, variantları çıxa-çıxa tapırsan cavabı. Başqa var? 6-cı nömrədir. De gəlsin. 14. 14-ə baxaq. 14-ün cavabı deyəsən burada səhv idi. Səhv eləmirəmsə. Bir baxım. Hə, burada cavab səhvdir. Sən nə yazmısan cavabı? Bunu yazmamışam. Yazmamışsan hətta. Bax, 1, 3, 5, 7, 47, 49. Yenə bu nədir? Bizdə tək ədədlər, düzdür? Özü hara qədər gedir Turan? Ən son neçədir? 49. Deməli, bizim şərtimizdə ən son ya 50 olmalıdır, ya da kiçik bərabərdir 49 olmalıdır, düzdür? Deməli, 1 getdi, kiçikdir 49 yazıb. 2 getdi, 47 yazıb. 4 getdi, kiçikdir 49 yazıb. Kiçikdir 49, o demək ki, axırıncı 48 olacaq. Amma bizdə ən sonuncu 49-dur. 5 getdi, 3 ilə 6 qaldı. İndi baxıram. Kiçikdir 50, kiçik bərabərdir 49. İkisi də yoxun gəlir. Amma burada n plus 1 yazılıb, n plus 2 yazılıb. Bax, bizim n-imizin başlanğıc qiyməti 1-dir. İndi mən bunu 1 vaid, 1 vaid artırsam, olacaq 1 vur 2, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. Bu 1-1 artacaq. Bizdə amma 2-2 artıb. 1, 3, 5, 7. O zaman 2-2 artıram. Cavab bir dənə olur 6. Aydındır? Başqa qaldı? 16. 16. Baxaq 16-ya. Bunu məncə yaza bilərsən özün. Bax, yazıb ki, A, B, C, D, Y, K hərflərinin yerinə, bax, A, B, C, D, Y, K hərflərinin yerinə yazılacaq uyğun ifadələr əsasən uyğunluğu müəyyən edir. Bax, A-nın yerinə n bərabərdir 10. Gəl birinci baxaq. Birincidə yazıb ki, n bərabərdir 10, S bərabərdir 0. Yəni, A-nın yerinə yazacam mən. A-nın yerinə yazıram, n bərabərdir 10. B-nin yerinə S bərabərdir 0. C-nin yerinə şərtimiz n kiçikdir 99. Deməli, bu neçə rəqəmli ədədlərdən söhbət gedir? 2 rəqəmli ədədlər. D bərabərdir, S bərabərdir, S plus n. D olacaq, S bərabərdir, S plus n. N bərabərdir, n plus 2. Çapda da S istəyir. Bax, hələ məsələnin özünə baxıram. N neçədən başlayır? Turan. 10. Neçə artır? 2. Deməli, bu hansı ədədlərdir? Cüt. Özü hansı cüt? 2 rəqəmli. Əhsən, 2 rəqəmli cüt. Çünki şərtində də nə yazıb? Kiçikdir 99 yazıb da, düzdür. Deməli, ən axırıncı neçəni götürəcək? 98-dir, düzdürmü? Və onların nəyini tapır? S plus n nəyi tapacaq?
Hə? Turan. Qalmır. Nə? S plus n. Üstəgəl n varsa nəyi tapır deməli bu? S-in başlanğıc qiyməti 0-dır. Hər dəfə olacaq S bərabərdir. Deməli 0 üstəgəl 10. Elədi 10. N 2 vayda artdı oldu 12. Sonra 10 üstəgəl 12, 22. 22 üstəgəl. Hə? Necə? Hə, tamam. S bərabər S plus N nəyi hesablayacaq indi Turan? Yox, heç cəmini tapır, cəmini. Bütün iki rəqəmli ədədlərin, iki rəqəmli cüt ədədlərin cəmini. İndi bu hansı olacaq? Bütün iki rəqəmli tək ədəd bu deyil. 1-dən 99-a kimi ədədlərin bu da deyil. Bütün iki rəqəmli cüt ədədlərin cəmini. Deməli, 1-ə yoxun nə gəlir? Z. İndi 2 ilə 3-ü sən tap görüm. Necə? İkinci bütün iki rəqəmli ədədlərin hansıdır? Baxın bir dənə. N 9-dan başlayır. S1 2 2 artır. 11 13 17 15 17 hasilini tapır. Bütün iki rəqəmin tək ədədlərin hasilini tapır. Yəni 3-ə nə yoxun gəlir? 1-dən 99-a kimi nəyi? Ədədlərin cəmi. Ədədlərin cəmi. Tamam. Sonra 7-yə baxamıram. Ev yoxdur. Onunla bir dəfə onları götürərsən. Yaxşı? Yaxşı. Python oxumusan? Turan. Yarıya kimi baxabilirim. Yaxşı, mən mətnlə alqoritma baxacağım. Daha önce səndən baxdıq deyə videonu yükləyərəm, mətn şey eləyər. Onda evə alqoritma, Pythona bax, yaxşı? Gəlin dərsə qədər mütləq Pythonu izahını bitir ki, testlərinə başlayaq. Çünki mətnlə keçən həftə biz testlər işlədik, yəqin videoya baxdın. O videoya da bax, testlərin izahlarına. Evə də test verəcəm. Koderadan 11.1-dən 11.2-ni evə verəcəm. Yaxşı? Yaxşı. Tamam. Sualın varsa buyur, yoxsa yekunlaşdıraq. Yox, sağ ol. Oldu, hələlik, sağ ol.